Salam əziz və dəyərli müştərilər, sizləri salamlayıram Kars Ailəvi restoranından. Bugün yenə bir-birindən gözəl qazan yeməklərin gözəl qiyamlarımızı təqdim edirəm sizə. Bir də bunu qeyd edeyim ki, bugün ayın 21 may 2026-cı ildir. Şirəli masamız var, kəhli otunda. Kuzu buğlamamız var, öz sokunda, öz suyunda. Qəşəng təmiz sacda hər gün sveji pişən şapalağımızı quyruq yağında. Bax, bu yeməyin gözəlliyi. Orxan qardaşımızın səhət, gəl Orxan, gəl. Kavabları aparır, nasıl tat. Saxlama, yubatın, qoy apar. Burada baba belə baş qoruması var, pomidor çayla. Bizim ətlərin hamısı svejli dana ətidir. Parfumlu danamızı təqdim elədim sizə. Gözünüzün qabağında svejli vişnəli dan ətimizdir. Kənd xoruzunun çığırtması, təmiz kənd xoruzudur. Öz suyunda, öz sokunda təpiş var, təpiş. Damak tuşonkamızdır, qol ətindən hazırlayırıq. Göbələkli dan ətimiz var, bunu qaymalı da təqdim edirik masalara. Ən məşhur yeməklərimizdən olan şirəli danamızdır ki, bunun üçün gündə bir 50-60 qort satırıq biz burada. Bir-birindən gözəl kebablarımızdır. Kan kebabımız var, yabloskası, antrikotu, quzunun qol ətisi, quyruğu, şapalağı, kənd çolpası, toyuğu, körpə quzunun ciyəri, ağ əti və ürək kebabı. Bunun kimi və bundan gözəl, bir-birindən gözəl qiyamlar yalnız Döşbatanda Kars Ailəvi restoranında. Nizami küçəsi 112, Posta və Bezdə konu mövcuddur. Xahiş olunur, gəlməzlərinizi rezerv edin, buyurun.